Quba rayon mərkəzi xəstəxanasında faciəvi hadisə baş verib. 5 aylıq hamilə olan Səbinə Əmrahova vəfat edib. İddialara əsasən mərhuma antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb. Tibbi ərazi bölmələrini idarə etmə birliyindən bildirilib ki, 2003-cü il təvəllüdlü hamilə qadına 4-cü dərəcəli anafilaktik şok, ölü döl diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Xəstəyə ürəyin qapalı masajı və digər zəruri reanimasiya tədbirləri həyata keçirilib. Pasiyentin həyat fəaliyyəti bərpa edilib. Daha sonra tibbi göstəriş əsasında pasiyent üzərində cərrahi əməliyyat icra olunaraq ölü döl xaric edilib. Lakin pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və 15 iyul tarixində onun bioloji ölüm faktı qeydə alınıb. Hadisə ilə bağlı Baş Prokurorluq məlumat yayıb. Hamilə vəziyyətində olan 2003-cü il təvəllüdlü Səbinə Əmrahovanın iyulun 14-də ev şəraitində ona antibiotik preparatının inyeksiya edilməsindən sonra səhhəti pisləşdiyi üçün tibb müəssisəsinə yerləşdirilməsi, müalicə aldığı xəstəxanada özünün və bətnindəki dölün ölməsi faktı ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır. Hazırda hadisənin baş vermə şəraiti, ölümün səbəbi, göstərilmiş tibbi yardımın həcmi və digər əhəmiyyət kəsb edən hallar qanunvericiliyin tələblərinə uyğun olaraq tam hərtərəfli və obyektiv şəkildə araşdırılır.